Salam. Writing videolarımızın part 3'üne xoş gəldiniz. Bu artıq 3-cü videodur writing haqqında olan. Və sırf 9'lara fokuslanmışıq bu bir neçə gündə. Çünki yaxında 9'ların imtahanı olacaq, bilirsiniz. Bu videomuzda danışacaq meyarlar haqqında ki, bizdən nələr tələb olunur. Və bütün meyarları mən sizə izah edəcəm burada. Hətta nümunələrlə sizə izah edəcəm çox dərindən. Çünki mən, məsələn, bu il ərzində, bu il ilk dəfə keçiləcəkdə describing, yəni describing deməyək də, təsvir eləmək ayrı şeydir, hekayə qurmaq ayrı şeydir. Bizdən hekayə qurmaq tələb olunur. Yəni, məsələn, sən təsvir eləyəndə deyirsən ki, mən burada falan şeyləri görürəm. Burada falan şey var və s. və laxır. Amma biz elə etmirik. Biz elə demirik. Biz deyirik ki, günəşli bir gündə falan kəs indi biz burada ad da verəcəyik. Ad verə bilərsən, ad verməyə də bilərsən. Bu formada. Yəni, sənin öz seçimindən asılıdır o. Məsələn, oğlan görsənsə ona John adı verə bilərsən və yaxud da ki, the boy olaraq da ona deyə bilərsən. Burada niyə the article-ını qoydum? Çünki hansı oğlanı danışdığımızı bilirik, spesifikləşdirməliyik. Article-dan başın çıxmırsa, sən mənim videoma gedib baxmalısan. Çox gözəl bir şəkildə izah vermişəm. Ged oraya baxa bilərsən. Okey, bu formada. Yəni, bu sənin seçiminlə bağlıdır. Yəni, belə deyirsən ki, məsələn, falan kəs falan işi görür, falan şey edir. Daha sonra isə falan işləri görürlər. Özünü belə hiss edir, hava belədir və s. və laxır. Və bu formada biz orada hekayə qurmalıyıq. Təsvir etmirik əslində. Hekayəsini qururuq bu formada. Ən az 35 sözümüz olmalıdır bizim. Sözləri sayında bəzən tələbələr deyir ki, ay müəllimə, hansılarını sayım? Məsələn, preposition'ı sayım mı, article-ı sayım mı və s. və laxır. Uzunluğundan asılı olmayaraq bütün sözlər sayılır. Məsələn, prepositional, in, on, at, bağlayıcılar, but, and, or və s. Artikellar, a, and, the, əvəzliklər, I, he, she, it. Yəni, uzunluğundan asılı olmayaraq bütün sözlər sayılır. Tamam mı? Bu formada. Ən az 35 söz yazmalısınız. Yəni, 35 sözdən aşağı olduqda artıq bu sizin üçün bir bal kəsilir artıq deməkdir. Bu formada 5 dənə cümlə qurduqda artıq düşünə bilərsiniz ki, siz artıq necə deyərlər, 35 sözü tamamlamışsınız və yaxud 35 sözü keçmişsiniz. Keçəndə problem olurmu? Yox. 50-60 sözdə yaza bilərsiniz. Bu arada mən sizə bugün şəkil qoyacağım, sizə izah edəcəm. Həmin o şəkil, izahı, yəni onun üçün qurulmuş essay mənim öz tələbəmin yazdığı essay olacaq. Hansı ki, gedib və bunu sınaqda yazıb və tamamilə tam bal alıbdır. Hər videoda bir tələbəmin yazıb da tam bal aldığı əsərlər sizinlə bir yerdə bölüşmək istəyəcəm. Çünki niyə? Səbəb ondan ibarətdir ki, biri var ki, mənim yazdığımı görəsiniz. Bu müəllimdir də, qurudur. Biri də var ki, öz yaşadığınızın yazdığı və gedib tam bal aldığı bir essay görəsiniz. O artıq sizin üçün daha gözəl bir örnək olar. Mən düşünürəm, bu daha gözəldir ki, məsələn, mən bunun birinci siniflərimdə indiyədək hər daim istifadə etmişəm və nəticəsini də görürəm. Ki, məsələn, falan tələbə bu cür yazdı. Mən hər dəfə tələbələrim imtahanlara getdim, onlarla söhbət edirəm. Yəni, mənə deyirlərsə ki, mən sınağa getmişəm, söhbət edirəm, deyirəm, harada problemin oldu, necə oldu. Ki, onlar, tələbələr mənə deməlidirlər ki, mən artıq onların boşluqlarına, belə deyək, hücum çəkək və onları yaxşılaşdıraq bir növ. İzah edə bilirəm bu formada və bu söhbət eləmək daha yaxşı təsir eləyir ki, mən məsəl üçün sizlərlə də bölüşə bilirəm ki, bax, məsələn, sənin yaşadığın, səninlə eyni sinifdə oxuyan şəxs getdi, bax, bu cür etdi. Sən də bu cür edə bilərsən. Və yaxud da ki, bu cür etdi, mənfi təsir elədi. Sən də etmə. Və yaxud da ki, yoxla görə bəlkə sənə müsbət təsir eləyəcək və s. və laxır. Ona görə videolarda sizə tövsiyə etdiyim hər şey öz tələbələrimin üzərində sınaqdığım, onların sınayıb mənlə bölüşdüyü metodikalardır. Bu formada, yəni belə. Bu formada, məsələn, 5 cümləlik qurduqda artıq sən əmin ola bilərsən ki, 35 sözün artıq sənin hazırdır. Təbii ki, cümlədən cümlə dəyişir. Elə cümlə ola bilər ki, sən orada bir cümlənin içində 5 dənə söz var və yaxud da ki, 10 dənə söz var. Təbii ki, bu dəyişir bu formada. Yəni belə, qəti şəkildə təkrar cümlə və yaxud da ki, ideya olmaz. Onlar getdilər, falan kəs getdi. Niyə eyni şey istifadə edirsən və yaxud da ki, təkrar söz belə olmaz. Aydındır, təkrar söz belə olmaz. Məsələn, bir dənə fikir versinsə, mən burada demişim, use bağlayıcı, bağlayıcılardan istifadə et.
Utilize preposition. Məsələn, burada use yazmışam, burada isə use yazmışam. Bu ikisi də istifadə etmək deməkdir. Bax, ortaya bir neçə dənə ingiliscə sözü sığışdırıram ki, bəlkə buradan kimsə bilmirsə özünə götürər. İkisi də istifadə etmək deməkdir. Məsələn, istifadə etmək demək istərsənsə, birində use verir, birində utilize ver. Tamamilə eyni mənanı verir və istifadə edə bilərsən bu formada. Növbəti forma isə, yəni məsələn, təkrar cümlə, təkrar söz və yaxud da ki, cümlə, indi birazdan mənə nümunə göstərəcəm. Bax, məsələn, indi nümunələr buradan başlayır. Çox sadə cümlələri qurmayın deyirik tələbələrə. Çox sadə cümlə qurmamaq nə deməkdir? Yəni ki, gedib A1-in A1-də, yəni elementarı səviyyələrdə olan sözlər, cümlələr qurmayın. Bu nə deməkdir? Məsələn, tələbə deyir ki, mən bir dənə qur, mən baxım görüm hələ sən nətər qurdun ki, o sadə cümlə nətər olan şeydir ki, mən ondan qurmayım. Məsələn, sən indi şəklə baxsan, görsən ki, o, nə bilim, üzür ya da ki, üzməyə bacar, belə bir cümlə qursan ki, John, nəsə John'dan tutmuşuq bugün, can swim. John üzər bilir. Aha, bu çox sadə bir cümlədir. Məsələn, sən bura əlavə etməlisən ki, John üzə bilir və üzməyi sevir. And he loves it. İndi burada bax, görsən, mən bir-iki şey var, onu təkrarçılıq etmədim, indi izah eləyəcəm. Artıq fikir ver, görsən, mən səbəqlər dedim ki, bağlayıcı istifadə et, fikir ver, and istifadə etdim. Çox primitivdir və mən bağlayıcının izahını belə vermişəm, gedib baxa bilərsən. Sən orada çox belə ekstrem şeydə istifadə etməyəcəksən. Bu formada. Lap bağlayıcıdan bir dənə cümlə quraq. Məsələn, görsən ki, orada 2 dənə şəxs var və onlar çay içirlər. Və belə bir cümlə qura bilərsən. Nəinki, bax, məsələn, nar onlu bər olsun, məsəl üçün. Mən həmişə qrammatikanı izah eləyəndə, əgər izləmisinizsə, bilərsiniz, mən orada nümunə verirəm həmişə özümdən. Ki, cümlənin içində mən bunu necə sala bilərəm. Çünki qrammatikal məsələ o deyil ki, sən bunu sadəcə olaraq gedəsən və sənə orada qrammatikadan da düşürdə sənə sualları. Sadəcə olaraq gedib orada variantlar çıxasan və gedib tapasan. Müəyyən taktikalar və s. və sən onu öyrənməlisən, amma sən bunu cümlənin içinə salmağı da öyrənməlisən. Çünki qrammatikanın izahını mən bu videoların part 1-ində izah etmişəm, writing-in part 1-ində izah etmişəm. Amma bu çox vacibdir. İndi fikir ver. Yəni bax, bağlayıcıda, yəni hökmən buna mən bir izah vermişəm. Not only bar olsun. Və bundan bir cümlə quracağım indi. Nəinki falan şey, həm də falan şey. Belə bir anlam verir. İndi quraq. Not only also, nəinki also, but also sevinç, loves, drinking tea. İndi məsələn burada sual verər tələbələr ki, love-dan sonra drinking necə gəldi və bunu izahını vermişəm. Ya part 1-də, ya part 2-də bunu izahını vermişdim. Bu formada gedib baxa bilərsiniz. Hətta preposition'da da bu haqda danışmışam. Nəysə, uzatmadan davam edirəm. Nəinki also, həmçinin sevinç də çay içməyi sevir. Bax, mən burada nəyi gördüm? Nar olunu bildim, bar olsunu bildim. Burada da adları qoydum. Davamı da gəldi. Davamı da gəldi deyəndə, təbii ki, sən bunu qurmaq üçün mən videolarıma baxmalısan. Yəni bu formada. Loves drinking. Məsələn, mən burada niyə loves dedim? Axı, burada 2 nəfərdir. Niyə ay müəllim bunu tək etdiniz ki? Bəsən bilməsən də conjunctiondan ki, mən bunu izah etmişəm. Agreement'da da biz bunu deyirik, qeyd edirik ki, but also-dan sonraya biz baxaraq və oradan sonraki sözü ilə xəbəri cəmləndirir. Not only but also, neither nor, either or. Bax, hər birinə aiddir. Aha. Bu da bu cür. Və görsün, bu artıq sənin üçün oldu uzun və gözəl bir cümlə. Yəni, bax, belə şeylər istifadə edəcəksən. Sonra, burada mən sənə nə demək istəyirəm? Bax, məsələn, burada mən demişəm ki, bax, belə dedim ki, sadə cümlələri qurma, onu biraz yekəlt. İndi deyərsən ki, ay müəllim, işdir də, oldu, imtahanda, nə bilim, ağlıma bir şey gəlmədi, nə bilim, cümləni nətərsə də qurmaq istədim, o da uzuncuq qura bilmədim, bir dənə cümləm belə oldu. O bir dənə cümləyə görə silinəcəkmi? Yox, narahat olma, balını kəsməyəcək. Sən orada 5-6 dənə cümlə qurursansa və onun bir dənəsi bu formadadırsa, yəni bu sənin üçün çox böyük bir problem deyil. Məsələn, mən bunu görmüşəm 11-lərimdə də bu cürdür ki, zaten düşünəndə də bu başa düşmək çox çətin bir şey deyil ki, yəni bir dənə sadə cümlə ilə dünya dağılmır bu formada. Yəni bir dənə cümlə belə oldusa, o demək deyil sən balın getdi, narahat olma. Yaxşı? Bu formada. Amma sən yenə də çalış ki, maksimum dərəcədə basa izah etdiyim formatda deyəsən. Aha, indi burada bir şey var. Dedim təkrarçılıq olmaz ki, bunu biraz da daha da açım. Məsələn, deyirsən ki, mən bunu həmişə bu cümlədən izah verirəm. Alsu gəldi, Alsu bu arada mənəm. Alsu gəldi və çay içdi. Çay içdi. Fikir ver, Alsu gəldi və Alsu çay içdi demirəm ki. Çünki təkrarçılıq Azərbaycan dilində də biz sevmirik. Mən heç bir dildə təkrarçılıq sevmir. Bir sözü nə qədər kimsə davamı var desin və sən ona qulaq asın, sən bezdirməz. Bax, bu məsələ var. Aha,
Fikir ver, John can swim. John üzə bilir və bu ona ləzzət eləyir. And he loves it. O bunu sevir. Və yaxud da ki, ləzzət eləyir demək istəsən, mən o nətərdəyim. Yox, qoy mən bunu silməyim. Ola bilər ki, bunun üstündə nəsə göstərərəm. Qoy bunu aşağı eləyim mənə yaxşısa. Aha. And he enjoys it. Və bu formada. He-də indi s əlavə eləyir. Bunu da danışmışam. Onu göğsünə keçirəm. John üzməyi sevir və bu ona ləzzət eləyir və təbii sevir. Fikir ver, mən burada iki yerdə John vermədim. Mən burada John-u he ilə əvəz etdim. Məsələn, buna bax. Deyirəm ki, Alsu gəldi və o çay içdi. Görsən təkrarçılıq olmadı və cümlə mənim üçün ağır gəlmir. Alsu gəldi və Alsu çay içdi. Alsu belədi, Alsu. Bu artıq Alsunu eşitməkdən sizin qulağınız qanayır. Və yaxud da ki, oxuyanda adamın gözü qanayır. Ona görə də məsələn, John-u tez-tez təkrar etməyin. Bax, bu cür onu əvəz eləyin. Və yaxud da ki, bayaqlar dediyim formada the boy da deyə bilərsən. The boy olan. Və yaxud da ki, qızdısa, qızın adını yazırsan, she ilə əvəz eləyərsən. Bir dəfə də əvəz eləyən the girl deyə bilərsən. Yəni, bu formada. Çünki niyə deyirik? Çünki baxlar dediyim kimi spesifikləşdiririk. Çünki bilirik kimdən danışaq. İzahını başa düşmürsənsə, demək sən artikl bilmirsən, get artikl videoma da bax. Bax, bu formada. Yəni, sən bacardığın qədər etmə. Bu formada if qurtardı getdi. Və bir dənə fikir ver, burada da it yazmışam. Mən buna da it yazmışam. John üzə bilir və o bunu sevir. Yəni üzə bilməyini sevir. Mən burada şey də yaza bilərdim. And he loves swimming. Yaxşı, bir dənə buradan bunun üstünə keçim. Amma demişəm, part 1-də ya da 2-də bu haqda danışmışam. Love, like, hate müəyyən sözlər də var ki, onlar özündən sonra preposition istəmirlər. Bunu preposition videomda göstərmişəm hansı sözlərdir. Bax, onlardan sonra sən vermirsən. Məsələn, he loves to swim. Üzməyi sevir. Daha da dərin izahı vermişəm mən əslində. Gedib yəni videolara baxa bilərsiniz. O formada. Ona görə biz burada love-dan, like-dan və s. o kimi feillərdən sonra ayıncı əlavə edirik. O üzməyi sevir. Deyə bilərsən bu formada, it də deyə bilərsən ki, o bunu sevir ki, swim sözünü eləcə təkrar formatda deməmiş olasan. Ifso, qutardı getdi. İzah elə bildim. Burada belə bir məsələ demək istəyirəm. Burada və deyəndə hər iki tərəf bir nəfərə mail olur. Yox, məsələn, Alsu gəldi və Nəzrin ona çay süzdü. Görsən, bunu ayrı adım aiddir, bu ayrı adım aiddir. Yəni, fikir verməlisən. Çay süzmək nə deməkdir? To pour tea. Bunu da yəni bil. Ifso, qutardı getdi. Və preposition'ım mütləq şəkildə sən bilməlisən. Məsələn, deyirsən ki, onlar alma yığırlar. Məsələn, ağaçda alma yığır, cəmaət, belə bir şəkil verib sənə. Sən də deməlisən ki, onlar alma yığırlar satmaq üçün. Aha, gəl elə o cümləni sənə birlikdə deyək. Onlar satmaq üçün alma yığırlar. Gəl belə yaxşı göstərim. Belə yazım. Onlar satmaq üçün istədim şifah edeyim. Adı ürəmdə qalacaq. Qoy buradan yazım. Qoy tam aydın olsun. Alma yığırlar. Aha. Onlar satmaq üçün alma yığırlar. Onlar, yəni subject, verb, object, PT. Subjectim nədir? Kim yığır? Onlar. Gəbdən yazaq. They. Üstünə xəçək. Verbimiz nədir? Yığırlar. Yəni, necə deyə bildik biz onu? They pick deyə bilərsən. They gather deyə bilərsən. They harvest deyə bilərsən. Bu formada. Onlar yığırlar. Nəyi? Alma yığırlar. Apples. Satmaq üçün. İnsan burada deyəcəksən üçünü for, bir də satmağa da sell. S-L-L. Bu formada deyəcəksən. Burada for deməməlisən. Sən burada to deməlisən. Burada sən preposition. Preposition'da mən bunu izah etmişəm. To da, for da üçün deməkdir. Burası belə bir fərq var ki, to-dan sonra verb gələr, for-dan sonra noun gələr. Burada da satmaq üçün bizim məqsədimiz nədir? Bizim məqsədimiz bir hərəkətdir. Yəni satmaq. Məsələn, deyirəm ki, sənin üçün gəldim. Burada hərəkət yoxdur. I came here for you. Sənin üçün gəldim. Amma bir dəfə deyirsən ki, satmaq üçün gedirəm. Satmaq üçün. To sell. Bu formada olacaq. Yəni belə, bu da oldu sənin preposition'ında bir məsələn. Bunu da izah etdik. Şəkildəki mövzudan kənara uzaqlaşma. Məsələn, onlar alma yığırlar satmaq üçün. Sən oturub yazma da ki, biz də gedirik kəndə öz nə bilim alçaları yığırıq satmaq üçün falan fistan belə hərəkətlər etmə.
Sən orada özündən heç nə yazmamalısan. Bu olmaz. Zamanları uzlaşdırmalısan. Məsələn, elə tələbəm var ki, həm keçmiş zamanı, yəni zamanları o qədər gözəl mənimsəyib ki, həm keçmiş zamanı, həm gələcək, həm də ki, indiki zamanı bir dənə əsasında istifadə edib. Yəni belə tələbələr də var, başa düşürlər artıq onu və bunu eləyə bilirlər. Yox, əgər sən özündən o qədər əmin deyilsənsə ki, məsələn, mən bunu edə bilmərəm, o zaman belə et. Keçmişdə başlamısansa, elə keçmişlə də davam elətdir. Bu formada. Əsasən elə keçmişdə qururuq. Çünki onlar belə etdilər falan filan, belə danışmaq istəyir uşaqlar. O formada. Yəni belə. Və yaxud da ki, onlar alma yığırlar satmaq üçün. Bax, görürsən, burada da present simple-da istifadə edib. Belə hərəkətlər də edə bilərsən. Yəni belə. Bu formada ad vermək temasından danışdım. Agreement-dan hökmən istifadə etməsini agreement dəstəsində nümunə verdim. Narranlı bər olsa, yəni burada necə ki, uzlaşmaya fikir verdik. Bu da belə. Zaman uzlaşması ayrı şeydir. Məsələn, bir dənə cümlənin içərisində keçmişlə indikini əsasən uzlaşdırmırıq. Bəli, uzlaşmalar pozula bilir. Ay müəllim, gedim mən bu uzlaşmaların pozulmasını hardan öyrənim? Mənim videom var. Adına da qoymuşam ki, mixed tests, yəni belə adı. Hətta yerləşdirəm bu açıqlama bölməsinə falan. Zamanlarda mixed testlərdən izah etdiyim maraqlı birinci sual var. Orada məsələn topluda 23-cü sualı izah etmişəm. Çox gözəl orada izah olunur hər şey. Yəni bu elə şeyləri görə bilərsən. Yəni belə onu mənasını verir. Agreement nə olan şeydir? Bax burada dediyim, yəni mübtəda ilə xəbərin uzlaşması, subject-lə verbin və yaxud da ki predicate-in uzlaşması. Bu formada. Bu da oldu sənin meyarın. Yəni burada artıq izah etmədiyim bir şey yoxdur. Aha, indi isə martın 2-si 2025-ci ildə olan buraxılış sınaq imtahanında mənim tələbəmin writing üçün verdiyi cavablar, yəni yazdığı esse və onun izahını görəcəyik. Amma ondan öncə bunu qeyd edeyim ki, həmin bu tələbənin nəticəsi, baxın, ümumi nəticəsi ingiliscədən budur. Sadəcə olaraq bir yanlışı var bu formada və onun essesini paylaşıram, hansı ki tam bal alıbdır. Belə, siz də əgər ki bu cür nəticələr əldə etmək istəyirsinizsə, inşallah imtahan özündən də nəticələri paylaşacağım. 11-ci siniflərdə də çox uğurlu nəticələrimiz oldu. 6 nəfər artıq tam 100 balını alıb və hər biri üçündə pul mükafatı qoymuşam bu formada. Təbii ki, 90 bal, 80 bal alanlarımız da oldu. Və 9-cu sinifdə də inşallah nəticələri paylaşacağım sizlə birlikdə. Bu kimi uğurlu nəticələr əldə etmək istəyirsinizsə, siz də mənim dərslərimə qoşula bilərsiniz. Bu nömrəyə 050 857 46 15 nömrəsi ilə əlaqə saxlayın və İnşallah yaxında da dərslərin qeydiyyatını açacağım və siz də qısa zaman ərzində başlaya biləcəksiniz dərslərə bu formada. Demək, bu tələbə, bu arada bunu yazan Ayseldir. Çox təşəkkür edirəm Aysel. Demək, gəlin onun bir izahına baxaq ki, necə yazıb ki, o tam balını alıbdır. İlk öncə baxıram 3 dənə şəkil verir. Təbii ki, 3 dənə şəkil verir bizə hər daim. Və şəkillərdən eləyə bilərsən. Bax, birinci şəkil üçün 3 cümlə, ikinci üçün 3 cümlə, bunun üçün 3 cümlə qurmaq mümkündürmü? Mümkündür. Havanın şəraitini qeyd et. Neçə dənə uşaq var, onu qeyd et. Məsələn, mən bəxtlə dedim ki, ad verə bilərsən, ad verməyə də bilərsən. Məsələn, Aysel burada bizim üçün ad verməyib. Ad vermədən esseni qurubdur. Və bunu necə edibdir? Gəlin indi onu görək. Görək ki, bizə burada məsələ nədir? Soyuqdur, hal-hazırda qış ayıdır. Məsələn, uşaqlar qalın geyiniblər qış ayıdır. Və onlar nəsə asırlar, o nəsə də içinə tökürlər. Bax, burada məlum olur ki, o nədir? Quşları üçün olan bir yemdir. Qış ayında heyvanlar üçün bu çətin olur axı, yem və səhər tapmaq. Məsələn, onlara köməklik edirlər bu formada. İndi biz burada nə etməliyik? Baxmalıyıq ki, bu Aysel xanım necə bizim üçün esse qurub. Yenə də birincisi başlayıb ki, it was a cold winter day. Soyuq bir qış günü idi bu formada. Hava şəraitindən və sair danışmaq istəyirsənsə, to be-dən istifadə edəcəksən. Və burada to be-ni çox yaxşı bir formatda istifadə edibdir. Mənim dərslərimdə A1 dönəmi də olur. Mən birbaşa sizi topluya salmıram. Birbaşa sizi belə davay uşaqlar başladığı imtahanı elə o formatda olmur. Uşaqlar dinləməni dinləyir, dinləməni başa düşmür və s. Cümləni yavaş, sadə formatlarda qura bilmirlər. Alışdıra. Siz əgər 9-cu sinifdə olmazsa, A2 səviyyədə olmazsa, sizi A1 səviyyəyə gətirir. A1 dönəmi, məsələn, ay müəllimi A1 dönəmi olur, bəs imtahanı çatdırmaq falan tamamilə heç bir problem yoxdur. İmtahanı çox gözəl şəkildə çatdırırıq, təkrarımıza da vaxtımızı ayırırıq. Yəni bu formada. A1 dönəmi zaten 1 aylıq olur.
Bir aydan sonra artıq siz A1-i tamamlamış olursunuz. Ondan sonra artıq A2 səviyyəyə, yəni ki, tam imtahan formatını toplu səviyyəsində imtahanlara hazırlaşmağa davam edirsiniz bu formada. Yəni məsələn bu cür cümlələri cümlələrin tam xırdalığına dək sən artıq dərk etmək istəyirsənsə ki, burada nəyə görə bu cür oldu, sən A1 dönəmini keçməlisən. Çünki əsasında kim üçün bu vacibdir? O tələbələr üçün vacibdir ki, onların heç ümumiyyətlə backgroundu yoxdur ingiliscə haqqında, ümumiyyətlə heç bir keçmişi yoxdur, əvvəllər hazırlaşmayıbdır. Amma indi təbii ki, bu çalışqan tələbələr yaxşı ballar əldə edir, tənbəllər yox. Ona görə də heç mən tənbəllərlə çalışmıram da hətta. Yəni bunu mən dərsdə də hər daim qeyd edirəm bu formada. Mənim müraciət edən tələbələr də çox çalışqan və əzmli şagirdlər olmalıdır, məsuliyyətli. Bu cür. Yəni bunların hər birini xırdalığını kim bilmək istəyirsənsə, məsələn, mənim sən təklif etdiyim şeylərin birisi mənim dərslərimdə olan həmin bax bu sistemdən istifadə etmək olardı. Bu formada. To be haqqında alınsa bir gün videoda paylaşaram. İndi biz görürük ki, gedən uşaq var burada. Yazıb, two children wanted to have the birds. Yemək etmək istirdi. Fikir ver, indi SVO qaydasını buradan tez istifadə edibdir. Hətta burada da bax, it burada sənin subjectindir, bu sənin verbundur. It was, bu idi, nə idi? A cold winter day, soyuq bir qış günü idi. Bu burada da istifadə edib. Two children, bu sənin subjectin, two children sözü sənin subjectindir, wanted sənin verbundur. İstədi, nə istədi? Wantdan sonra da bilirsən ki, complex objectə görə sənin əgər ki, feilin gəlsə, to ilə gəlməlidir. To help, kömək etmək. Kimə kömək etmək? The birds. Sure. Bəs burada niyə the article-ını qoyubdur? Çünki bu bilir hansı quşlardan danışır. Bu iki quşlar. Bax, bu iki dənə uşağın kömək etdiyi həmin o quşlar. Ona görə burada the article var. Aydındır? Ona görə o cür veribdir. Sonra yazıb first. Birincisi onlar nə etdilər? Məsələn, sən bütün istifadə edə biləcəm, bütün şəkillərdə istifadə edə biləcəm mənə sözlər. First, second, ikinci və s. bu kimi sözlər və yaxud da ki, third, üçüncü olaraq nə etdilər və s. və axır bu cür. Və yaxud da ki, sonra deyə bilərsən. Məsələn, then, after, later və s. və axır. Bu formatda deyə bilərsən. Bir də ki, bir şeydə dipnotda demək istəyirəm. Məsələn, müəyyən cümlələr olur ki, dur-dur-dur-dur bitir. Bu vacibdir, bu belədir, elədir. Sən onu başlayanda it is-lə başla. Ya da ki, bu belə idi deyəcəksənsə it was. Bu belə olacaq deyəcəksənsə it will. Bu formada deyəcəksən. It is important. Məsələn, bu vacibdir. Yəni, belə bir dipnotda keçmək istədim. Burada subject yoxdur deyə uşaqlar bilmir ki, o necə desin. Bu kimi cümlələrdə subject yoxdur deyə uşaqlar bilmir ki, necə qursunlar. Dedim, necə qurmaq lazımdır. Bax, Aysel də burada yazıb first. Birincisi, onlar nə etdilər? They hung a bird feeder on a tree. Ağacı quş yemi asdılar. Kim asdı? Onlar. Subject verbumdur. Nə asdılar? A good feeder. A good feeder nədir? A bird feeder. Bu formada bu sənin objectin olmuş olur. Bu da sənin ona tree, bu da sənin place-indir. Bu uşaq mənim verdiyim bütün qaydalara normal formatda birə-bir əməl edib və tam balını alıb. Biraz da diqqətli olsaydı heç bu bir səhvi də olmazdı. Eybi yox. Məsələn, sınaqlara getmək bu baxımdan yaxşıdır ki, orada səhv etdiyini sən özün üçün təlimat dəftəri tuta bilərsən özünə, bir vərəqi. Orada yaza bilərsən ki, məsələn, mən bu səhvi sınaqda etmişəm. Hər dəfə sınaqlara getdikdə və yaxud da ki, müəllimin işlədikdə və yaxud da ki, evdə özün işlədikdə sən bunlara qeyd al ki, sən imtahanda bunu etməyəcəksən. Yəni, bax, bu formada sınaqlar bunun üçün lazımdır. Yəni, bax, belə. Və birə-bir əməl edəndə bu cür möhtəşəm bir esse ortaya çıxır. Yəni, mənim dediyimi eləyəndən sonra sən nəyə görə gedib balını almayasan ki? Deyilmi? Sonra yazıb ki, then, sonra they put food inside. İçinə food qoydular, qida qoydular, yemək qoydular. Bax, yenə subject, put verb, food object, inside-daki hara qoydular? Yenə bu place, içərisinə qoydular. Bu da bir preposition-dan öyrəndiyimiz sözdür. Çox əla həqiqətən. Sonra yazıb after, sonra no, actually, after some time, bir müddət sonra, birds came and started eating. Quşlar gəldilər və yeməyə başladılar. Birds came, bu quşlar gəldilər və başladılar yeməyə. Fikir verir, birds came and birds started eating. Eləcə, bax, burada 1000 dəfə, 50 dəfə vermədi. Bir dəfə verdi və bilir ki, ikisi bura aiddir. Sən nə? Alsı gəldi və çay içdi. İndi bax, lənətər izah elədim. Bax, o da bura. Çox əla. Məsələn, indi sual yaranır ki, mən burada indi nətər bildik ki, starteddən sonra eating versin. Və bunun izahını mən Gerondda vermişəm. Gedib ora baxa bilərsən. Allah. Həqiqətən yoxladıqca mənə ləzzət eləyir ki, dediklərimi birə-bir əməl eləyib və zəhmətin bəhrəsini alıb. Möhtəşəm. Sonra yazıb ki, the birds were very happy. Uşaqlar çox xoşbəxt idilər.
Burada bədbəxt bir uşaq görürsüz uşaqlar. Yox, kömək eləyir bəzən yaxşı şeylər. Yəni hisslərini də qatın. Baxla dedim havan qatın. Hisslərini də qatın. Necədir və sair və və rəngi də qata bilərsən ki, məsələn deyə bilərdik ki, burada sarı rəngdədir. Qab deyə bilərsən ki, sarı rəngdə qabın içərisinə atdılar yeməyi. Məsələn deyə bilərsən ki, they put food inside the yellow food container. Sarı yemək qabını bu formada da deyə bilərsən. Bu da belə. Sonra davam edirik. Nədir? They liked watching the birds. Onlar xoşladılar quşları izləməyi. Bu formada fikir verir. Baxlar nədir? Like, love, hate və s. və axır. Nədən sonra preposition gəlmir? Preposition izah vermişəm və s. Görsən eyni ing də verdi. Super. Möhtəşəm həqiqətən. Sonra deyir ki, it was a small thing. Bu balaca bir şey idi. But it helped the birds in winter. Görsən conjunction istifadə edibdi. It helped subject, verb, object in winter'da bu sometime. Bu qədər gözəl. Bu kömək etdi qışda quşlara. Şu çətin idi. Məncə heç də çətin deyil idi. Dediyim kimi, yəni rahatdır. Sadəcə olaraq sizin disiplin və davamlılıq. Mən disiplin davamlılıq deməkdir. Mən bunu tələb edir. Bu qədər sadə. Şu. Ümid edirəm sizin üçün faydalı olub. Yəni bu writing artıq part 3-ə dək mən artıq bütün incəliklərinə kimi bunu qeyd etdim. Ümid edirəm imtahanda da sizin üçün faydalı olar. Növbəti videolarda görüşənə dək kanala abunə olmağı, sonra nə edirlər? Təzə YouTuberam, tam elə bilmirəm. Bəyənməyi, sonra kommentariya yazmağı unutmayın. Özünüzə çox yaxşı baxın. Sağ olun, hamınıza uğurlar.